Salamlar hər birinizə. Bu günləri dinlən həqiqətlər mövzusunun 5-ci bölməsi olan ədədin tam və kəsr hissəsinin və həmçinin ədədin standart şəklinin misallarını izah edəcəyik. Keçid eləyək birinci sualımıza. Birinci sualımızda bizə deyilir ki, ədədlər arasında aşağıdakı münasibətlərdən hansı doğrudur? Diqqət etirsək, burada 3,7 vurursan 10 üstü 9'dur. Burada 10 üstü 8. Bunu 10 üstü 1 vur 10 üstü 8 yazsaq uyğun olacaq. Yəni, yuxarılar toplayanda yenə 9 eləyir. Bu 10 üstü 1'i 3,7'ye vuranda 37 eləyir. Çünki sıfırların sayı qədər sağa sürüşdürülür, olur 37. Deməli, A bərabər olur 37 vurulsun 10 üstü 8, B bərabər olur 7,4 vurulsun 10 üstü 8. 10 üstü 8'ləri atsaq, yerdə qalacaq 37, bir də 74. 7,4 daha doğrusu. İndi baxırıq, diqqət edirik ki, A nədir? B-dən böyüdür. Olacaq B variantı. Həmçinin ikinci sualda eyni qayda ilandır. Üçüncü sualda standart şəkildə göstərməkdən ötürü soldan sağa doğru başlayırıq vergi atma. 37 atıb 1 ilə 10 arasında yerləşməz. Deməli, hara atmalıyıq? Bura atmalıyıq. Baxın, oraya atılan A da var, D də var. Amma baxmalıyıq ki, neçə dənə rəqəm var vergindən sonra. Baxırıq, 2, 4, 6, 8, 10 dənə. Deməli, 10 üstü 10 olacaq. Olacaq A variantı. Burada da vergülü atacaq 2, 4, 6, 8. Olacaq 10 üstü 8 E variantı. 5-ci sualda ədədin kəsr hissəsini tapın. Kəsr hissəsini bura yaratmır. Yaradan budur. Kök altında 28-dən nə çıxır? 5 çıxır. Kök altında 28 çıxılsın 5. Olacaq D variantı. 6-cı sualda kəsr hissəni yenə bu yaratmır. Yaradan bu hissədir. Mənfi kök altına 29'u saxlayırıq. Buradan 5 tam neçə çıxır? Mənfi 5'dən 14 deyək. Bunun tam hissəsi nədir? Mənfi 6. Olacaq 6 çıxılsın kök altına 29. Olacaq A variantı. 7-ci sualda yenə bu yaratmır. Yaradan budur. Bunun tam hissəsi 4'dür. Kök altına 19 çıx 4. B variantı. Burada da həmçinin kök altına 17'dən təqribən olaraq 4 çıxır. Kök altına 17 çıx 4. Olacaq B variantı. 9-cu sualda standart şəkildə verilmiş ədədlərdir. Emin neçə natural qiymətində AB hasilinin tərtibi 8'ə bərabərdir. İndi A vurulsun B bərabərdir. 2,6 vurulsun M'dir. Vurulsun 10 üstü. Mənfi 16'dır 20 üstü. Toplayanda bunu 7 eləyir. Deyir ki, tərtibi 8'ə bərabərdir. Yəni 2,6 M ondan böyük bərabərdir. M də böyük bərabərdir. 10 bölünsün 2,6. Bu da deməli belə desək 2,5 olsaydı 4 olacaqdı da. 2,6 deyil 4'dən azdır. M'in 4'dən azsa, M 4 olsa əgər 4 olanda 2,6'nin 4'ə vuranda 24 10,4 edir. M'dəki burada baxın standart şəkildə verilibsə M'dəki ondan böyük ola bilməz. 4, 5, 6, 7, 8 və 9. Olacaq deməli 6 dənə qiymət. Olacaq B variantı. 10-cu sualda deyir ədədin kəsr hissəsi ilə bu ədədin əksi. Deməli, bunu kök altında 15, bu kök altında nə deməkdir? Kök altında 12 deməkdir. Niyə 4 olur? Kök altından salırıq. 4 olur. 3'ə də vuranda 12 eləyir. İndi buradan belə düşünsün ki, 3 tam neçə çıxır? Buradan da 3 tam neçə çıxır? Bu, bundan böyüdür. Müsbət ədəd alınacaq. Və 0 tam neçə edir? Bunun kəsr hissəsi ilə budur, özüdür. Kəsr hissəsi ilə bu ədədin əksi. Əksi deyəndə yəni ki, yerlərini dəyişdiririz. Kök altında 15 minus kök altında 12 vurulsun kök altında 12 minus kök altında 15. Bunu da vuranda istəyirsiniz mənfini çıxardıb kvadrat şəklində hesablayasınız. İstəyirsə də vurub açarsınız. Kök altında 15 vurulsun 12 minus kök altında 15'in kvadratı eləyəcək. Bir-birinə vuranda minus kök altında 12'nin kvadratı plus kök altında 12 vurulsun kök altında 15. Bu da olacaq deməli 2 dənə kök altında 15 vurulsun 12 minus 15 minus 12. Bu eləyəcək mənfi 27 plus
2 kök altında 15 vurulsun 12. 3 vur 5, 3 vur 4. 3-ün biri çıxacaq, 4-dən 2 çıxacaq, kök altında 5 qalacaq. Əlavə olaraq 2 dəyə qabaqda var. Olacaq -27 plus deməli 12 kök altında 5. Bu da eləyəcək A variantı. 11-ci sualda deməli eyni qayda ilə olacaq. Kök altında bu 60 eləyəcək. Bu da 954. Eyni qayda ilədir. Tam hissəsi bunun 0 eləyir. Kəsr hissəsi elə deməli özüdür. 12-ci suala bax. Standart şəkildə yazılmış ədədin qiymətli hissəsi standart şəkildə yazılmış ədədin qiymətli hissəsindən 2 dəfə kiçikdir. Deməli, buradakı qiymətli hissə nədir? N-dir. N deməli, bununki bundan 2 dəfə kiçikdir. Qiymətli hissəsindən 2 dəfə kiçikdir. Deməli, N bərabərdir 2N-ə və M-lə N 1-lə onun arasında yerləşir. Deməli, deyir ki, A ədədinin tərtibi B ədədinin tərtibindən 1,5 dəfə B olarsa, A ədədinin tərtibi nədir? M çıxılsın 1-dir. B ədədinin tərtibindən 1,4 dəfə böyüdür. B-nin tərtibi nədir? N plus 1-dir. Deyir, 2N plus 3N ifadəsinin qiymətini tapın. Yazırıq indi. M çıxılsın 1 bərabərdir 1,4N plus 1,4. M-in yerinə 2N yazırıq. 2N çıx 1 çıxılsın 1,4N bərabərdir 1,4. 2N-lə 1,4 çıxanda 0,6N qalır. Biri də o dəfə keçirik 2,4. N bərabər olur 2,4 böl 0,6. Ona vuranda 24 bölünsün 6 ilə bu da eləyir 4. N oldu 4. M olacaq 8. Aparıb yerinə yazanda 2 vurulsun 8, üstəyənsin 3 vurulsun 4. 16 üstəyənsin 12, o da eləyəcək 28. Olacaq doğru cavabımız 28. 13-cü suala diqqət edirək. 13-cü sualda ABC bir-birindən fərqli ədədlər olarsa, standart şəkildə yazılmış ədədlərin bir-birindən fərqli ədədlər standart şəkildə yazılmış ədədlərin hansı ən böyük qiymətinə də bayaqki sualla eynidir. 9 vurulsun 10 üssü 8 vurulsun deməli A'mız olsun 9, B'miz olsun 8, C'miz də olsun 7. Deməli 7 vurulsun 10 üstü 9 vurulsun B'mizdəki 8 vurulsun 10 üstü 7. Bu şəkildə. İndi 9, 8, 7-ni bir-birinə vuranda 504 almışdı o da. 10 üstü 8, 9, 7. Cəmləyəndə bunlara 20 deməli 16 bu da 8, 24. Bu da 5,4 vurulsun 10 üstü 26. Ən böyük qiymətinin tərtibini tapın. Tərtibi 26. Bayaqki sualdı, elə tərtibini orada tapmışdı da 26 olmuşdu. 14-cü suala baxaq. 14-cü sualda dil ifadəsinin ən kiçik qiymətində, yəni M bərabərdir 3N olmalı. Ən kiçik qiyməti modulun 0-dır. Standart şəkildə yazılmış. M burada yenə 1 ilə onun arasındadır. Ədədlərin hasilini standart şəkildə yazışında qiymətli hissəni ala biləcəyi ədədlərin cəmini tapın. A vurulsun B bərabərdir. N də nədir? Standart şəkildə yazılıb. M ilə N. Deməli, M vurulsun N vurulsun 10 üstü toplanacaq. N plus N. M-dəki 3N-ə bərabərdir. Olur 3N kvadratı vurulsun 10 üstü 4N. Standart şəkildə yazıb ki, 3N kvadratı nə olmalıdır? 1 ilə 10 arasında olmalıdır. Deməli, standart şəkildə yazışında söhbət gedir. N'imiz deməli, qiymətli hissəsini ala biləcək ədədlərin cəmini istəyirsən. N'imiz də 1 ilə 10 arasındadır. M-dəki 3N-ə bərabər. N-ə 1 verə bilərik, 2 verə bilərik, 3 verə bilərik, 4 verə bilmərik. Çünki 4-ü çavranda 12 edir. 1, 2, 3-ü qoyacaq yerinə. 1 olanda 3 olacaq. Deməli, bizə qiymətli hissəmiz 3 olur bir dəfə. 2 olanda 4 eləyir, kvadratı var axı. 3-ə də vuranda 12. Burada indi
belədir ki, 3 vurulsun 2-nin kvadratı 12 eləyir. Amma bu 1,2 olmalıdır. 1,2. Üstə gəlsin 12 yazmaq olmaz. 12 1 ilə onun arasında yerləşmir. 1,2 yazmalıyıq. Sonra 3'ü qoyanda 3 vurulsun 3'ün kvadratı. Bu da eləyir 27. Bu da 2,7 yazılmalıdır. 2,7. Bu da eləyir 6,9. Olacaq cavabımız 6,9. 15-ci suala baxaq. 15-ci sualla 16-cı sual eynidir. Bu da sonuncu sualımızdır. Deməli, bu 1 tam neçəsə çıxır bundan. 1,5 deyək. Burada da 2-dir. Mənfi 0,3 deyək. Bunun tam hissəsi mənfi 1-dir. 1, 2, 3 qoyaq. Tam hissəsi mənfi 1-dir, B-dir. Buradan 2 tam neçəsə çıxır? 2,3 deyək. 2 çıxanda 0,3. Bunun tam hissəsi 0-dır. A-la B-miz 7. Kəsr hissəsi verilmiş ədədin özünə bərabərdir. Əgər tam hissəsi 0 alınırsa, kəsr hissəsi ilə öz olur. Yəni 2 ədəd C aiddir. Kəsr hissəsi deməli 3 minus kökdə 5-dir. İndi baxaq. Bunun tam hissəsi nə eləyir? 2 tam onda 3. Mənfi 2,3. Bunun tam hissəsi nədir? Mənfi 3. İndi olacaq 3 çıxılsın kökdə 5. Bu olacaq D variantı. Olacaq 1-ə B, 2-yə A-la C və 3-ə də D. E variantı heç birinə uyğun olmayacaq. 16-cı sualı da izah eləyək. Deməli, buradan 2,3 çıxır. Çıxanda mənfi 0,6 kimi qalsın və yaxud da 0,7. Bunun mənfi 1-də tam hissəsi 1, 2, 3 qoyaq. Tam hissəsi, kəsr hissəsi verilmiş ədədində tam hissəsi 1-dir. Deməli, buna uyğun olan yoxdur. Kəsr hissəsi verilmiş ədədin özünə bərabərdir. Bircə dəqiqə. İndi burada belə deyək də, bunun tam hissəsinə aid uyğun variant yoxdur. Kəsr hissəsinə bax. Kökdə 7 yaradır kəsr hissəsini. Bunu atırıq kənara. Kökdə 7 minus 2 olacaq. Tam hissə bunun kökdə 7-ninki 2-dir. Olacaq D variantı. 1 aid oldu D. Buradan 3 tam onda 1 deyək. Bu eləyir mənfi 0,1. O da mənfi 1 olur. Və bu indi tam hissəsi aid yoxdur. Kəsr hissəsinə baxaq. Mənfi kökdə 10-un deməli, mənfi 3,1 çıxır təqribi olaraq. Bunun tam hissəsi mənfi 4 eləyir. Deməli, 4-dən çıxacaq. Aid olur E variantı. Burada da 3,1 çıx 3. 0,1 eləyir. Tam hissəsi 0-dır. Bu aiddir A. Kəsr hissəsi elə özünə aid olur. Yəni ki, B-də aid olacaq. Olacaq 1-ə D, 2-yə E və 3-ə də A, B. Aid olmayacaq C heç birinə.